Salam hörmətli izləyicilər. Bax sonra deməyin ki, cənnət yoxdur. Var, özdə nəyi var cənnətdə? Gəl yaxına. Cənnətə gəlib çıxmışam. Almadır ha. Bu həyətin almasıdır ha. Cavanlaşmaq istəyirsən? Gəl bu evi al. Harda yox? Xaçmazda Niyazoba kəndində. Niyazoba. Yağın ki, buranı tanıyanlar, burada ev almaq istəyənlər, bura meyilli olan adamlar hamısı bilir ki, Niyazoba harda yerləşir. Həyət qardaş, cənnətdir da, meyvə ağaçları, yəni alırsan, cavanlaşırsan, gəl bura. 15 cür meyvə ağaçları, alma, xurma, yəni bir sadalamayacağım. Sadalasam, bir dənə kino çəkmək olar. Fırlan, evimizin sənədi, tam qaydasını, nara baxsan bir dənə. Nara bax. Hələ evdir, gəl bura bir dənə. Gəl bir dənə, buna bax. Hamısını deyəcəm sizə. Gəl bir dənə bu hissəsini çək. Nə var? Bəh! Cənnət məkan, qardaş. Dənizə 5 dəqiqalıq, 5 dəqiqədə olmasa 6 dəqiqalıq məsafədir, hörmətli izləyicilər. Dənizimiz Xəzər dənizi, bax, o istiqamətdə yerləşir. Müxtəlif çaylar da var burada, yəni burayla maraqlananlar, maraqlansınlar, girsinlər, oxusunlar ki, burada hansı çaylar var və s. və ilaxır. Balıq da tutmaq olar, təbiətin qoynunda, buna bax. Al, yaşa, dincəl də özün üçün, gəl bura. Gəl. Başlayaq evimizin təqdimatına. Deməli, 8 sotun içində evimizin qiyməti, son qiymətini deyəcəm, heç start da demirəm. 120 mindir, sonudur ya, bax dedim sizə. Ev sahibinin nömrəsini də həm aşağıdan yazacağım TikTokda, bax, sol tərəfdə, həm də deyəcəm yazın, gəl bura. Ev sahibinin nömrəsi 051 Azərsel 349 61 14. İnşallah zəng eləyin, danışın, tam əşyalı. Bax, hovuzumuz 3 yarımın 8-ə. Düzdür, filtr zadı çatmır, yəni var da hazırlayıblar. 2 quyumuz var. Bax, burada kaçalkadır. Suyu yerdən çıxardır, kaçalkadır. Orada da bir dənə quyumuz var. Orada dolur, oradan da evə gedir. Hamısında ayrıdır motorları. Meyvə ağaçları qardaş, sadalayım da sizə alma, vişnə, gilas, nar, nə bilim, qaysı, şaftalı, hər şey. Evimizin içi də bax belə təmirlidir. Gəl. Deməli, bu arxa hissəsinə çıxan hissədir. Elə bir ki, bayaq göstərdim sizə. Şəxsi özü üçün tikilmə evdir, mülkdür. Kim alsa olacaq vallahi. Al dincəl də, bir evin olsun, nə bilim, Mərdəkanda, bir evin olsun burada, bir evin olsun Nabranda. Yəni, imkan varsa gəl al. Bura evimizin mətbəxidir, həm də terasıdır. Bax, bu hissə. Bura, deməli, maşın üçün yox, piyada keçmək üçündür. Orada yerləşir, hörmətli izləyicilər, evimizin manqalı. Manqalı və təndiri də var. Gəl bura. Bir də evimizin fasadını çəkərsən. 170 kvadrat metr təşkil edir evimiz. 170 kvadrat. Böyük ev eşikdir. Tam təmiri. Özdə ki, tam əşyalı satılır ha. Əqqavı çıxardırsan, paltarı gətirirsən. Qoyursan şifonyerə, vəssalam. Qab-qacaq da almayacaqsınız. Bax, bu manqalıdır. Bu da ki, hörmətli izləyicilər, təndirdir. Nə istəyirsən, manqalı da var. Qiymət də ki, əl çatandır yəni. Son qiymətini dedim sizə, 120 min. Bir də nömrəni deyəcəm, yazın 051, aşağıdan da qeyd edəcəm. 349 61 14. Burada həyətdə indi kladovkasıdır və həyət üçün nəzərdə tutulmuş hamamı ayrıdır, tualeti də ayrıdır. Gəl bir dənə bu hissəyə. Gəl. Çək görsət. Gəl bura. Maşınla da, avtomobillə oradan daxil olursunuz evin içinə. Maşınınızı orada saxlayırsınız. Basen hissədə də, bəyək ki, biz oradaydıq, axı basen hissədə. Oradan da keçə bilərsiniz evə.
Bu tərəfdən də keçə bilərsiniz. Gəl bir dənə buradan da evinizin ümumi görünüşünü çək görsət, sonra gedə evin içi ilə tanış olaq. Sənəd tam mülkiyyətdir, evin də torpağın da sənədi mövcuddur. Baxın, şəxsi tikili, şifreli zadı hamısı qaydasındadır. Qazı, interneti, hər şey var da, içi dolu, qəşəng səliqəli. Zəng eləyib müəllimlə danışın. Bax, qazın sayğacı, işığın sayğacı. Buyur. Həyətdəki qardaş, cənnətdir da, cənnət. Valla imkan varsa, alın, saxlayın. Gəl, buyur, keç. Tələsmə, giriş hissəmiz, koridor, 170 kvadrat metr. Sənədimiz tam mülkiyyət. Deməli, hörmətli izləyicilər, birinci mərtəbəmiz hamısı istipoldur, Fırat kameram. Birinci mərtəbəmiz istipoldur. İkinci mərtəbə, deməli, radiatorlardır. Bura qazanxanadır. Baxın, çamaşırxanadır, həm də kombisi buradadır. Çək göstər kombisini. Hamısı əla vəziyyətdə, paltarlarınız, tərtəmiz səliqəlidir. Burada girişdə belə bir dərin dolab. Hörmətli izləyicilər, burada yerləşir hamamımız, hamam otağımız, duş kabinlə təchiz olunub. Gəl. Bura geniş qonaq otağı və mətbəx studiya. Amma böyükdür ya, buranın ölçüləri mən sizə deyib də, haradasa 15-in 5-ə. Bu da bizim kaminimizdir. Bu necə açırsa? Bax, tüstülüyor. Yandırmışdıq bəyək, söndü. Üzrü sayın. Yanıq kamin də var, hörmətli izləyicilər. Mətbəxinə nəzər yetirək. Gördüyünüz, bax, bütün əşyalar hamısı da səliqəlidir ya. Samsung soyuducu, sobalar, mətbəxi ideal vəziyyətdə, mebeldir, yaxşıdır. Baxın, içi dolu, hər şey var. Harada var elə ev? Bu qiymətə, cənnət məkanda. Deməli, birinci mərtəbəyə baxdıq. Telefon, internet, hər bir şey mövcuddur. Kamin də kamindir ya. Nəyə, qalxaq ikinci mərtəbəyə, getdik ikinci mərtəbəyə. Buyur, qalx, gəl. Gəl bir yerdə qalxaq. Yataq otaqlarına baxacağıq. Gəl bura, birinci bax, qalxan kimi belə xol hissədir. Xol hissədən də 3 dənə yataq otağımızı geniş, tavanı da hündürdür ya, yəni alçaq deyil. Jalüz pərdələr, hamısı qaydasında. Yəni buranı da otaq kimi istifadə eləmək olar. Civan var, bir dənə bura televizor qoyursan və salam. Evimiz monolit betondan inşa edilibdir. Monolit betondur. Bu ikinci yataq otağımızdır. Və hörmətli izləyicilər, bu da üçüncü yataq otağımız. Ən geniş otağı da budur, yataq otağı. Məncə bəyənilsin, qiymət də normaldır. Nömrəni bir də sizin nəzərinizə çatdırım. 051 349 61 14. Bu nömrəni əlaqə saxlayın, gəlin, alın, xeyirli oturun, sağ olun.